Salam əziz şagirdlər, bugün mən sizə İstiqlal poeması Bəxtiyar Vahabzadənin yazdığı bu poemanın təhlilini verəcəm. Gəlin başlayaq. Göründüyü kimi İstiqlal poeması deməli 1999-cu ildə, yəni Azərbaycanın müstəqillik əldə etdiyi bir dövrdə yazılmışdır Bəxtiyar Vahabzadə tərəfindən. Gəlin indi bu əsərin, bu poemanın müəyyən bir hissələrinə dərslikdə və yaxud da yəni yazılmış belə deyək də kitablarda verilmiş hissələrinə gəlin baxaq. Dünya çalxalandı, sular duruldu, tərsinə dolandı əsrin məhvəri. Zaman hökm elədi, vaxt hakim oldu, ayağa qaldırdı qul millətləri. Burada deyir ki, yəni dünya üzərində qul millətlər artıq zaman gəldi, dövr gəldi və onlar ayağa qalxdılar və azad olmaq istədilər. Qullar silahlandı, qəzəbdən, kindən, ayıra bildilər dumandan sisi. Qovdu ağasının məmləkətindən, kölə Afrikanın kölə zəncisi. Yəni qullar hansı insanlar ki qul olmuşdular, başqa dövlətlərin təsiri altındaydılar. Onlar artıq dumandan sisi ayıra bildilər. Yəni nəyin doğru, nəyin yanlış olduğunu bildilər və öz məmləkətlərindən, hətta kölə Afrikanın kölə zəncisi belə, yəni biz bilirik ki Afrika bir çox dövlətlərin müstəmləkəsi olub Afrika ölkələri. Məsələn İngiltərənin, Fransanın müstəmləkələri oldular. Ona görə də burada da onu vurğulayır ki, onlar belə, yəni müstəqil ola bildilər. Onlar belə öz məmləkətlərindən ağalarını qova bildilər. Göyə dirək oldu amanım ahım, halalcı haqqımız bizdən yan qaçar. Zəncinin bəxtini açan Allahım, bəs mənim bəxtimi nə zaman açar? Burada da zəncini demək özü ilə müqayisə edir. Yəni Azərbaycanın o dövrdə, bax 1999-cu ildə hansı problem ola bilərdi? Burada Qarabağ problemindən danışılmır. Bu əsərdə, yəni İstiqlal poemasında yadınızda saxlayın ki, Qarabağ məsələsinə toxunulmur. Sadəcə olaraq burada Cənubi və Şimali Azərbaycan məsələsidir. Yəni buradakı bəxtimizin açılmasını şair nəyə görə gözləyir? Cənubun və şimalın bir-birinə birləşməsinə görə. Yaman uzun çəkdi hökmü bu qəsdin, ayrılıb ikiyə döndü bir vətən. Gürüstan adlanan bu ifritənin kağızı qələmi nədənmiş görən. Burada Gürüstan müqaviləsindən danışır. Gürüstan müqaviləsi bildiyimiz kimi Rusiya-İran müharibəsinin nəticəsi olaraq Azərbaycan iki hissəyə parçalandı və Araz çayından cənub tərəfdə Cənubi Azərbaycan, şimal tərəfdə isə Şimali Azərbaycan qaldı. Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində, Cənubi Azərbaycan isə deməli İranın tərkibində qaldı və Gürüstanı bir ifritəyə bənzədir. Kağız o kağız o yazı yumdu gözləri. Yanan ürəklərdə ot kölə döndü. Bizim aramızda o gündən bəri Gürüstan tikanlı məftilə döndü. Burada Gürüstanın Azərbaycanı iki yerə bölünməsindən danışır və həmin bunu tikanlı bir məftilə bənzədir müqaviləni. Bir vahid millətə iki hakimin dili doğmalaşdı, bu lap ağ oldu. Doğma anamızın şəkərdən şirin bizə öyrətdiyi dil yasaq oldu. Burada Azərbaycan İran və Rusiya arasında bölündüyü zaman İran ərazisində fars dilində təhsil alırdılar. Rusiya tərəfdə də, yəni Şimali Azərbaycanda da bildiyimiz kimi daha çox dövlət dairələri, eləcə də dilin insanlar arasında dövlət səviyyəsində danışıq dili rus dili olmuşdu. Ona görə də dili doğmalaşdırmaq məsələsi bəli. O dövrdə rus dili Şimali Azərbaycanda, İran dili isə Cənubi Azərbaycanda üstünlük qazanmışdı və o da demək istəyir ki, yəni bizim dilimiz yasaq oldu. Burada dil məsələsinə yəni toxunulur. Bəli, əsas elə vacib məsələlərdən biri də İstiqlal poemasının əsas məsələlərindən biri də məhz dil məsələsi idi. Özündən, sözündən qaçaq dilimiz, islanıb üşüdü qarda çiçəkdə. Yüksək məqamlarda yasaq dilimiz, qovulub yaşadı kənddə kəsəkdə. Yəni dövlət dairələrində yüksək
məqamlarda dilimizdən istifadə edilmədi. Yalnız insanlar öz aralarında məhz dil, yəni Azərbaycan dilində danışırdılar. İnsan olmaq üçün uşaq dil açar. Yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq da var, şan şöhrət də var. Dil yoxsa millət yox, heç varlıq da yox. İnsan bilirik ki, ən birinci insanlar içərisində, yəni böyüyür və mühit onu dil açmağa kömək eləyir və uşaq deyir ki, dil açır. Amma deyir, bu yasaqlar önündə biz dilsiz olduq. Yəni yasaqlar qoyuldu, yalnız həmin dillərdə danışılmalıdır və biz buna heç bir etiraz bildirə bilmədik. Amma dil varsa xalq da var deyir, şan şöhrət də var. Dil yoxdursa millət də yoxdur, heç varlıq da yoxdur deyir. Daha sonra quzeydə ayağa qalxdı məmləkət. Deməli uşaqlar, quzey və güney. Bilirik ki, quzey şimaldır, şimal. Güney isə cənubdur. Yəni güney Cənubi Azərbaycan, quzey isə Şimali Azərbaycan nəzərdə tutur. Quzeydə ayağa qalxdı millət. Bəli, biz Şimali Azərbaycan olaraq Sovet Rusiyası parçalandığı bir dövrdə müstəqilliyimizi qazana bilmişik. Amma hal-hazırda Cənubi Azərbaycanda, yəni İranın tərkibində olanlar hələ də həmin İranın tərkibindədirlər. Quzeydə ayağa qalxdı məmləkət. Bir təpə, bir dağla üz-üzə gəldi. Millətin qəlbində boyatan nifrət köksün həmləsi ilə o dağı dəldi. Deməli, Şimali Azərbaycanda insanlar ayağa qalxdılar. Bir təpə, yəni insanları, Azərbaycan insanlarını dağla, yəni Sovet hökuməti ilə üz-üzə gəlməyi, bu ona işarədir. Millətin qəlbində bir nifrət qalxmışdı və o həmin deyir, o nifrət, həmin o dağı, yəni həmin o Rusiyanı dələ bildi. Həmin o dağı dələ bildi. Yəni azad ola bildi millət. Amma təbii ki, bu quzeydədir, yəni cənub. Elə şairi də bu yazmağa vadar eləyən məsələ budur ki, Şimali Azərbaycan ilə Cənubi Azərbaycan hal-hazırda ayrıdır. Yəni şimal müstəqildir, amma cənub yox. Yaman acıq gəldi bu nifrət ona, tankların altında əzdi milləti. Sığdıra bilmədi dağ qüruruna, təpə önündəki məğlubiyyəti. Yəni, burada 20 yanvara işarə eləyir. Tanklar altında insanlar bilir, 1990-cı ildə 20 yanvar faciəsi baş vermişdir və bu dövrdə bir müddət sonra artıq 1991-ci ildə Şimali Azərbaycan müstəqil olmuşdu. Yəni, o 1990-cı ildə baş verən 20 yanvar hadisələri bizim azad olmağımız üçün bir zəmin rolunu oynaya bilərdi. Lakin demək, millət olur, arzu niyyəti, inamı, inadı öz imanıyla. Dərk edib bu haqqı, bu həqiqəti, suvardıq torpağı şəhid qanıyla. Burada da 20 yanvar faciəsinə işarə verir. Eşidib qəlbimin üsyan səsini, yazdım şəhidlərin faciəsini. Bir çiçək, dilək bir çiçək də bitirə bilməz. O bugündən sabaha körpü olmasa, azadlıq ağacı bar verə bilməz. Şəhidlər qanıyla suvarılmasa. Şəhidlər poemasından bir hissədir. Demək, İstiqlal poemasında şəhidlər poemasından da müəyyən bir hissəyə yer verilmişdir. Burada şəhidlər poemasının nəyə görə yazdığını deyir. Çünki şəhidlər burada Quzeyin azad olmağından danışır, azadlıq hərəkatından danışır. Bilirik ki, dönüm nöqtəsi də 1990-cı il şəhidlər, yəni 20 yanvar hadisələri olmuşdu. Eşidib, demək, o şənbə gecəsi gecikdi səhər. Zaman itirmişdi o gün sağ solu. Ömürdən keçərək keçdi şəhidlər bir qanlı gecədə 1000 illik yolu. Burada şənbə gecəsi, yəni 20 yanvar gecəsinin demək, şəhidləri haqqında danışır və bildirir ki, bir qanlı gecədə həmin şəhidlər 1000 illik bizim gedə bilmədiyimiz yolu getdilər. O şənbə gecəsi ölüb dirildik, şərəf papaq oldu, başlara qondu. O qətil gecəsi xalqın 1000 illik şücaət tarixi təkrar olundu. Həmin vaxt bilirik ki, 1990-cı il Əliyalın insanlar tankların qarşısına çıxdılar, öz etirazlarını bildirdilər Sovet qoşunlarına və həmin gün təkcə bizim qanlı yox, həm də şanlı bir tariximizdir. Yenə də dediyim kimi,
Bu dövrdən sonra artıq Azərbaycanın azadlığı daha da yaxınlaşmışdı. Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən göylərinə çəkdi şəhidlər. Bu hissədə şəhidlər poemasından müəyyən bir hissədir. O şənbə gecəsi, o qətil günü mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Bax, həmin bu hissələr, bura qədər olan hissə şəhidlər poemasından eyni ilə verilmiş hissələrdir. Yəni İstiqlal poeması daha gec yazılıb. İstiqlal poeması 1901-də deyim ki, 99-cu ildə yazılıb və bu poemada şəhidlərdən müəyyən hissə də göstərilib yazılmışdı. Quzeydə yerini göstərdik ya da, yəni şimalda. Zorun təməlini haqq deşə bildi. Gördük bizdən başqa bugün dünyada bütün ayrılanlar birləşə bildi. Biz quzeydə artıq azadlığımızı əldə etmişik, amma buna baxmayaraq bugün dünyada bütün ayrılanlar birləşə bildi, amma biz hələ ki tam birləşə bilməmişik. Bir ikən ikiyik bu halımızla, bir-birimizə həsrət qalmışıq. Biz hələ bu gündə xəyalımızla həsrətin üstündən körpü salmışıq. Yenə də həsrət çək bir-birimizə. Araz çayı Azərbaycanı iki hissəyə bölüb və bəzi insanlar o tərəfdə, bəzi insanlar, yaxın insanlar, qohum insanlar da ola bilər, bir-birinə ayrı düşüblər. O vaxtlar çalışırdılar ki, icazə vermirdilər heç kim bir-biri ilə danışsın, bir-biri ilə, yəni o biri tərəfə getsinlər. Yəni şimaldakılar cənuba, cənubdakılar şimala gedə bilmirlər, amma ona görə bir-birlərinə həsrət idilər və bildirir ki, burada biz xəyalımızda həmin o həsrətin üstündən körpü salmışıq. Yəni ürəyimiz, xəyallarımız bir-birimizin yanındadır. Daş körpü vəhdətim, daş Xudafərin. Xudafərin körpüsü bilirsiniz ki, Araz çayı üzərində olan və o dövrdə hələ bölünməmişdən əvvəl gediş-gəliş üçün, demək, gediş-gəliş rolunu oynayırmış. Lakin ayrılandan sonra, şimalla cənub ayrıldıqdan sonra artıq həmin yerdən heç kim keçmir, heç kim o tərəfə, o taya, heç kim bu taya gəlmir. Və ona görə də deyir ki, şair, daş körpü vəhdətim, daş Xudafərin, gərəksiz daşların qalağı oldu. Üstündən bir kimsə keçə bilmədi, bölünən bir xalqın gözdağı oldu. 2 əsrdir ki, o daş körpünün bu tayında mənəm, o tayında sən. Yəni Gürcüstan müqaviləsi bağlanandan sonra artıq 2 əsrdir ki, o tərəfində sən qalmısan, bu tərəfində mən, yəni o tərəfdə cənublular, bu tərəfində şimallılar qalıb. Sökülüb dağılır daşlar günbəgün, sərhəd günbəgün. Sərhəd dirəkləri xəbərsiz oldu bizim qəlbimizdən keçən körpüdən. Yəni nə qədər ki, sərhəddə keçməyə icazə verilməsə də, amma buna baxmayaraq biz qəlbimizdə bir-birimizlə birik. Qəsbkar qəsdini əbədi sanmış, 2 başda duran tağlara bir bax. Çoxu dağılsa da dimdik dayanmış, birinci tağ ilə axırıncı tağ. Yenə də burada körpünün sanki birinci hissəsi ilə sonuncu hissəsi heç bir dağılmaya məruz qalmayıb. Bu məcazi mənadadır. Yəni şimalla cənub bir-birini, yəni heç vaxt həmin o tağlar dağılmayacaq və həmişə də dimdik dayanacaqlar. O tağın biri mən, o biri sənsən. Yəni biri şimal, biri cənub. Onun əsrlərlə dözüb sellərə, onlar əsrlərlə dözüb sellərə. Selin zərbəsinə tağlar dözübsə, nə gəlib arzusu bir könüllərə. Yenə də qəlbdə, arzularda bizim bir olduğumuzdan danışır. Bu gün qismətimiz qəm-kədərdirsə, dünənki birliyim heç unudulmaz. Çayın altındakı torpaq birdirsə, o tayı bu taydan ayırmaq olmaz. Yəni Araz çayı Azərbaycanı 2 hissəyə bölsə də, amma həmin o çayın altındakı torpaq birdir. Ona görə də onları ayırmaq qeyri-mümkündür. Köksünə dağ üstə dağ çəkilən xalq bir gün dağ çəkəcək dağın köksünə. Məftil çəpərləri qıra bilən xalq bir il gec, bir il tez qıracaq yenə. Əgər dağ üstünə dağ çəkə bilibsə, bu xalq demək ki, bir gün yenə də həmin o məftilləri, çəpərləri qıra biləcək və yenə də birləşəcək. Torpağı yoğurur vaxt özü qanla. Vaxt gəldi,
Bircə söz min dünya açar. Artıq anlamışıq ahla amalla, nə məftil əriyər, nə sərhəd uçar. Və burada bildirir ki, hər zamanın bir hökmü var. Yəni elə bir vaxt dövr gələ bilər ki, tarix başqa bir məcraya gedər və həmin o olmayan bir şeylər də ola bilər. Çünki nə ahla, nə amanla heç nə alınmayacaq. Yalnız zamanın hökmü və yaxud da insanların qəhrəmanlığı deyir, vaxt yoğurur, torpağı qanla yoğurur. Yəni yenə də biz şəhidlər mübahasına, yoxsa müəyyən zamanın hökmü nəticəsində dəyişən bir nələrsə olacaq və müsbət tərəfdən nələrsə dəyişəcək. Zülm öz-özünə kəsilir qənim. Baxın öz yönünü dəyişən çarxa. Suyun gəlməsinə şübhəm yox mənim. Bir vaxt şırıl-şırıl su gələn arxa. Azərbaycan çox qədim bir dövlətdir və əvvəllər necə birlik olmuşdusa, indi də yəni bir zaman arxa yenə də su gələcək. Yəni bir zaman necə bir olmuşdusa, yenə də Azərbaycan ümumilikdə müstəqil olacaq. Salaq yadımıza bugün cahanın rəngləri dəyişən 5 qitəsini. Biz də görəcək Azərbaycanın güneyli, güzeyli xəritəsini. Burada da yenə nikbin bir ruhla bitirir əsəri. Çünki deyir gündə nə qədər dəyişikliklər baş verir dünyada. Yəni qitələrdə cürbəcür dəyişikliklər baş verir. Dünyada çoxlu yeniliklər olur. Biz də inanır ki, biz də görəcəyik bir zaman güneyli, güzeyli Azərbaycanın xəritəsini. Bu qədər. Əziz uşaqlar, inanıram ki, sizə faydalı oldu.